həmişə insanın imanının zəifləməsinə səbəb ətrafdır. Yəni, biri 4 namaza gəlirsə məşqdə deyir ki, filankəs 3 namaza gəlir, mən ondan yaxşıyam. 3 namaza gələn, baxır, 2 namaza gələnə deyir ki, mən ondan... Yəni, bu cür görsən ki, insan zəif, amma onlara baxanda insan özünü yığışdırır. Baxırsan ki, o insan, onlar, sələflər, yəni gündüzləri oruc, gecələri ibadət və bununla yanaşı özləri üçün qorxurdular. Ən çox özləri üçün qorxurdular. Və günahkarı da gözəl şəkildə çıxartmağa çalışırdılar. İbn-i Qayyim Rahimullah buyurur ki, insanın o qəlbində olan niyyətə görə Allah Teala tərəfindən yardım gəlir. Bax, sən bir var, insan belə kafir, belə baxması, bir də var, sən ona yazıq gündə baxırsan da və sən onu çıxardırsan və onu xeyri istəyirsən. Yəni, hansına Allahın yardım yetişər? Bu, qəlbdə olan, bu çox mühüm məsələ. Yəni, insana gələn yardım o qəlbdə olan mənalara görə gəlir. Ona görə sənin qəlbində nə qədər insanlara xeyir istəyin varsa, sənin dəvətinə bir o qədər bərəkət qoyulur. Amma yoxsa nə vaxt yuxarıdan aşağı baxırsan insanlara, təkfir edən insan nə deməkdir? Təkfir edirsə hamısı məhv olub, salamat qalan özüdür. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən qalə hələkən nəsfəhu əhləkum. Kim desə ki, insanlar həlak oldu, ən birinci həlak olan özüdür. Amma sələflər, yəni özləri üçün qorxurdular. Hətta Ömər radiyallahu anh gəlir ki, əgər göydən bir səs gəlsə, deyilsə ki, hamı cənnətə girsin bir nəfərdən başqa. Elə bilərək ki, o bir nəfər mənim. Yəni, görün, nə dəhşətli bir şeylər var da. Yəni, məsələlər nə qədər ağırdır, şiddətlidir. Çünki onlar, nəyə görə deyir, onların qorxusu var? Çünki deyir, onlar Allahı tanıyırdılar. Və özlərini tanıyırdılar. Çünki insanın Allah barəsində elmi artdıqca və özünü tanıdıqca qorxusu artır. Amma nə vaxt ki, insan Allahı tanımır və özünü tanımır və görsən onda insan danışığına fikir vermir. Verdiği hükümlərə fikir vermir. Və bu insanın cahilliyinə dəlalət edir. Allah qorusun. Ona görə ayədə Allah Teala buyurur: "Vellezine yutuna ma atau ve kulubuhum vacil." O kəslər ki, onlardan tələb olunan yerinə yetirər, əməl edər və yenə qəlbləri qorxu içərisində olar. Və aşırıdan soruşur: "Ya Rasulullah, nə üçün onlar qorxur? İçki içdiklərinə görə, zina etdiklərinə, oğurluq etdiklərinə görə mi? Xeyr, istədiyinizi. Onlar kəslər namaz qılır, oruç tutur və sədaqə verir və bununla yanaşı əməllərinin qəbul olunmamasından qorxurlar." Görün, yəni həm əməllər yaxşı yerinə yenə qorxu və budur müminin sifəti. Və ki, həmçin gəlir ki, nəyə görə qorxur? Çünki onlar qorxurdular ki, o əməllər, baxmayaraq nə qədər yaxşı yerinə yetirib, yəni qiyamət günü Allaha ərz olunduğu zaman o əməllər onları xilas etməyə bilər. Yəni insan bunları bilirsə ki, kimin belə əməli tam, namazı tam şəkildədir və ya digər əməlləri, yəni fikri bütöv namaza yönəldərək namazını qılır. Nəyə arxayındır? Nəyə arxayındır? Yəni sözü necə gəldi? Böhtanlar atır, yaxud təkfir olsun və yaxud hizbi, o birisi bu birisi olsun. Boşa gedir. Danışmaq asandır. Ona görə sələflər bundan qorxurdular. Qorxurdular ki, o deyilən sözlər onların sonunun pis qurtarmasına səbəb ola bilər. Onları narahat edən bu idi. Yəni bilirdilər ki, yəni bu sözlər boş yerə getmir. Və ola bilər indi nə qədər imanı var, amma kim bilir ki, yəni onun son necə olacaq? Və deyir, onların, sələflər, onların belini qıran sonluq idi. Allah qorusun. Onların belini qıran, yəni üzən, onları əldən salan deyir və hətta ağlayaraq deyərdi ki, mən bilmirəm, Ummul Kitəbdə mənim haqqımda nə yazılır? Lövh-ü Məhfuzda mənim haqqımda nə yazılır? Ona görə qorxurdular. Ona görə onlar açıq aynı sözlər gəlir. Əgər kim dilini açıb buraxarsa insanlar haqqında təkfir olsun, digər danışıqlar olsun, ölüm anında onun dili bağlanar. Allah qorusun. Amma kim dilini qoruyarsa, ölüm anında dili açılar, yəni şəhadət kəlməsi üçün. Allah Teala hər birimizi son anda şəhadət kəlməsini gətirməyə mümkün etsin.